Aşura günü həqiqətən Kərbəla çölündə 72 nəfər şəhid olub. Bu gün mən bu məsələyə qədim mənbələrlə aydınlıq gətirməyə çalışacağam. Əvvəla bunu qeyd edeyim ki, mən keçən dəfəki videoda bir şeyə aydınlıq gətirdim. O da bu idi ki, Kərbəla hərəkatı 6 aydan çox davam etmiş bir hərəkat olduğuna görə orada həmin vaxtda sırf Aşura günündə olmasa ayrı bir vaxt, yəni o hərəkatın vaxtında şəhid olan hər kəs Kərbəla şəhidi sayılır. Və buna da müxtəlif dəlillər gətirdim. Bəzi şəxslərin, məsələn, Müslim bin Əqil kimi şəxsləri misal çəkərək qeyd elədim ki, bəli, o da Aşura günü şəhid olmasa da, amma ondan qabaq da şəhid olsa, yenə də Kərbəla şəhidi sayılır. Çünki Kərbəla hərəkatı 6 aydan çox davam etmiş bir proses olub. Yəni yarım ildən çox davam edib o həmin hərəkat. Və ümumi olaraq həmin hərəkat zamanı şəhid olanların hətta 228 nəfər olduğunu belə deyirlər. Lakin bu gün Aşura günü, sırf həmin o günü, yəni Məhərrəm ayının 10-cu günü İmam Hüseynin yanında şəhid olanların sayı nə qədər olub? 72 nəfərmi, yoxsa daha çoxmu, yoxsa daha azmı? Bu barədə mənbələr nə deyir? Mən bu barədə qısa olaraq qədim tarixçilərin birbaşa rəqəm, hansı rəqəmləri dediklərini deyəcəm və ondan sonra da məsələyə aydınlıq gətirməyə çalışacağam. Tarixçi Məsudi Aşura günü şəhid olanların sayını 61 nəfər deyir. Yəni 72-dən azdır. Həmçinin Bəlxi və Qazi Noman Məğribi də 70-dən az olduğunu qeyd edirlər. İbn Həcər Heytəmi 80-dən çox, Əbu Mixnəf isə müxtəlif istinadlara əsasən 72, 78 və s. bu cür rəqəmlər deyir. Hüseyn ibn Əbdürrəhman isə Səd ibn Ubeydəyə əsasən, yəni ona istinadən 100 nəfərə yaxın olduğunu qeyd edir. Yəni 90-dan çox olduğunu deyir. Xarəzmi isə Aşura günü şəhidlərin sayının 114 olduğunu, Səbt ibn Covzi isə 145 və ya 170 olduğunu qeyd edir. Yəni ona iki məlumat çatıb ayrı-ayrı istinadlardan. Təbəri isə Əbu Mixnəfdən istinadən o da Zeyd ibn Əli ibn Hüseynə, ki qiyamçı Zeyd bilirsiniz, tanıyırsınız, ona istinadən Aşura günü şəhidlərin sayının 300 olduğunu qeyd edir. Deməli, Aşura günü Kərbəlada İmam Hüseynin yanında şəhid olanların sayı barədə ixtilaf var və onların sayını 61 ilə 300 nəfər arası qeyd edən rəqəmlər var. Yəni 72 rəqəmi sabit bir fikir deyil. Bu rəqəmləri və tarixi hadisələri də götür-qoy etdikdə məlum olur ki, 100-dən çox şəhid olduğunu qeyd etmək olar. Bəs bu 72 rəqəmi haradan çıxdı? 72 şəhid anlayışı fərqlidir. Bunun meydana çıxma səbəbi var. Yezdin ordusu Aşura günü həmin döyüşü qalib gəldiklərinə görə zahirdə yerdə olan cəsədlərdən bəzilərinin əllərinə keçənlərdən başlarını kəsib nizələrə vurmağa başladılar. Və həmin şəhidlərin başları kəsilib nizələrə vurulan şəhidlərin sayları 72 idi. Əlbəttə, tarixi qaynaqlarda bununla da bağlı kiçik fərqliliklər var, amma o qədər də rəqəmlərin fərqləri böyük deyil. Bəlazuri, Dinavəri, Təbəri, Şeyx Mufid, İbn Əsəm, İbn Numa, Xarəzmi və Şeyx Təbərsi kimi tarixçilər başları kəsilənlərin sayının 72 olduğunu deyirlər. Və əlbəttə ki, bu İmam Hüseynin başından əlavə, mübarək başından əlavə 72 nəfərin başının kəsildiyini qeyd edirlər. Səbt ibn Covzi də 70-dən çox qeyd edir. Yəni başları kəsilib nizəyə vurulanların sayının 70-dən çox olduğunu qeyd edir. Bunu da 72 kimi götürmək olar. Çünki dəqiq bir rəqəm demir, 70-dən çox deyir. İbn Şəhraşi bu barədə 70 başın kəsilib nizəyə vurulduğunu, Əllamə Məclisi ilə Seyyid ibn Tavus isə 78 başın kəsilib nizəyə vurulduğunu qeyd edirlər. Yəni gördüyümüz kimi bu məsələdə də kiçik bir ixtilaf var, lakin ümumi olaraq tarixçilərin çoxu və köhnə qədim mənbələr 72 olaraq bunu qeyd ediblər və sabit rəqəmdə daha çox yoxlanış aparanda görürük ki, daha çox 72 rəqəmi yaxın gəlir, yəni həqiqətə. Amma bir daha qeyd etmək lazımdır ki, əgər tək başları kəsilənlərin sayının 78 olduğunu yazırlarsa, deməli Aşura günü həqiqətən də döyüşçülərin sayları, şəhid olan döyüşçülərin sayları 72-dən çox olub. Amma 72 sayı həmin bu dediyim məsələyə görə kitablarda yazılıb və onunla məşhur olub. Həmçinin 72 rəqəminin məşhur olmasında bədii ədəbiyyatın da rolu var, əsasən də şeiriyyatın. Məsələn,
Bəs necə qan ağlamasın daş bu gün, çün kəsilib 72 baş bu gün. Belə şeirlər yazıldıqca, bədii ədəbiyyatda, şeiriyyatda belə şeirlər olduqca bunları mərsiyə kimi oxumağa başlayıblar və beləliklə də 72 şəhid anlayışı buradan gəlməyə başlayıb. Amma istəyir 72 olsun, istəyir 78, istəyir 300 şəhid olsun, fərq etmir. Həmin gün Aşura günü, həmin Kərbəla çölündə haqla batilin bir savaşı var idi. Allah bizi qiyamət günü Kərbəla şəhidləri ilə həşrə gətirsin.